Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib önünə gül dəstələr düzüblər. Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasında davam edən tədbirdə Ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov və Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edərək ölkədə hüquqi yardımın əlçatanlığının artırılması, Vəkillik İnstitutunun inkişafı və mediasiyanın cəmiyyətdə sülh və barışıq mühitinin formalaşdırılmasındakı əhəmiyyətindən danışıblar. Mediasiya Şurasının fəaliyyətinə göstərdiyi dəstəyə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənova və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərova sertifikatlar təqdim olunub. Konfransda vəkillik fəaliyyətinə dair 3 illik hesabat video çaxı nümayiş etdirilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov, Ali Məhkəmə sədrinin müavini Müşfiq Həsənov, Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, Mediasiya Təşkilatının direktoru Yusif Həsənov və Naxçıvan şəhər Asan Vəkil Bürosunun vəkili Şəbnəm Hüseynova insan hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq vəkillik və mediasiya institutlarının bu sayədəki roluna diqqət çəkiblər. Bildirilib ki, müasir hüquq sistemində vəkillərin peşəkar fəaliyyəti və mediasiya mexanizmlərinin tətbiqi mübahisələrin daha operativ və səmərəli həllinə şərait yaradır. Çıxış edənlər həmçinin vəkillərlə mediatorlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Müxtəlif kateqoriyalı mübahisələr üzrə mediasiya prosedurlarının tətbiqinin müsbət nəticələrindən danışılıb və bu sahədə görülən işlər barədə məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, hüquq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Konfrans insan hüquqlarının müdafiəsində vəkillik və mediasiya institutlarının rolunun artırılması, eləcə də bu sayədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib. Bugünkü tədbirdə Naxçıvan Muxtar Respublikasının hüquq ictimaiyyəti geniş şəkildə iştirak etdi, maraqlı müzakirələr aparıldı, çıxışlar oldu. Zənnimcə, vəkillə mediasiyanın əməkdaşlığı indən sonra davam etməlidir. Bu ilk növbədə vətəndaşların hüquqi yardıma, həm də mediasiya xidmətlərinə çatımlığını asanlaşdıracaq, vətəndaş məmnunluğuna səbəb olacaq. Həmçinin səfər çərçivəsində Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi ilə də əməkdaşlıq çərçivəsində görüşümüz olacaq. Ümumiyyətlə, Vəkillər Kollegiyası ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinin hüquq fakültələrinə hər zaman hər cür dəstək göstərir, hər tərəfli dəstək göstərir və Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsi də kənarda qala bilməz. İndən sonra da var gücümüzlə yeni nəsil hüquqşünaslara dəstək göstərəcəyik. Bu dəstək ilk növbədə müvafiq təlimlərin, tədris prosesinin keçirilməsindən ibarət olacaq. Eyni zamanda tələbələrin təşəbbüslərinə dəstək məsələsi var. Həsən Məmmədov, Tərlan İbrahimova, Cəmil Məhərrəmov, NTV Xəbər.